həmin mövzu diskussiya şəklində aparılır. Yəni müəllimlə tələbələr arasında sual-cavab şəklində aparılır. Məktəb müəllimi sabah gedib cəmiyyətdə işləyəcək. İş saatları çox rahatdır, gedib dərsini deyir, sonra qayıdır. Bu düzgün yanaşma deyil əslində. Niyə görə? Çünki peşəkar kimi onları yetişdirməyə biz hazırıq. Mən Gözəlova Kəklik, Qarabağ Universitetinin Pedaqoji Fakültəsinin dekanıyım. Bu fakültədə hansı ixtisaslar mövcuddur? Bizim fakültədə 2024-cü ildə biz açılanda, universitet yeni işə başlayanda 4 ixtisasla başlamışdıq və artıq 2 il ərzində bizim ixtisaslarımızın sayı 9-a yüksəlib. İxtisaslarımız Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi, xarici dil kimi, riyaziyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, tarix, coğrafiya və bu il açılacaq fizika müəllimliyi ixtisasları mövcuddur. Bu fakültədəki bütün ixtisaslar üzrə tədris Azərbaycan dilində aparılır. Amma bu çox gözəl sualdır, çünki bu sualı bizə tələbələrdə çox tez-tez verirlər. Bizim ixtisaslarda ingilis dili xaric olmaqla bütün fənlər, yəni 60-ın 40%-ə bölünüblər. Yəni tədris dili 40% ingilis dilində keçirilir və 60% Azərbaycan dilində. Diplomda təhsilin ingilis dilində alındığı qeyd olunurmu? Qeyd olunmalıdır, bəli, olunacaq. Transkriptlərdə adətən hansı fən hansı dildə tədris olunur, o mötərizədə göstərilir və bizim tələbələrə də mən əminəm ki, o eyni yanaşma göstəriləcək. Süni intellekt dövründə müəllim olmaq əvvəlki dövrlərlə müqayisədə nə dərəcədə fərqlənir? Mən artıq təhsil sahəsində 30 ildən artıq işləyirəm, çalışıram və bu 30 il ərzində bir çox keçid dövrlərini şahid olmuşam özüm. Yəni çoxlu dəyişikliklər olub təhsil sahəsində. Lakin bu son illərdə bu süni intellektin yaranması, süni intellektin inkişafı dövründə transformasiya daha tez baş verir deyə biz çalışmışıq öz proqramlarımızı elə dizayn edək ki, tələbələrimiz məzun olduqda bu süni intellektlə birlikdə paralel olaraq öz işlərini müəllim kimi layiqincə yerinə yetirə bilsinlər. Bu nə deməkdir? Süni intellekti bizim tələbələrimiz artıq elə fənlər daxil olunub proqramlara ki, rəqəmsal pedaqogikadır, sonra proqramlaşdırmadır. Bütün ixtisaslarda, bütün tələbələr baxmayaraq ki, onlar ibtidai sinif müəllimliyini bitirəcəklər və yaxud da ki, Azərbaycan dili müəllimliyini, onlar artıq həmin o süni intellektə bağlı olan və tələbələrə məlumat verəcək. Onları bu dövrdə müasir tendensiyaları və müasir metodikaları istifadə edə biləcək peşəkar kimi onları yetişdirməyə biz hazırıq. Və dediyim kimi bizim bütün ixtisaslarda rəqəmsal pedaqogika kimi belə bir fənnimiz var, hansı ki, tələbələrimizi hazırlayır ki, gündən-günə dəyişən və inkişaf edən platformalar yaradılır. Onları bizim tələbələrimiz öz dərslərinə inteqrasiya edə bilsinlər və dərslərini onun əsasında keçə bilsinlər. Müəllimin rolu əslində itmir. Yəni bəziləri deyirlər ki, süni intellekt gələndən sonra müəllimə ehtiyac heç qalmayacaq. Əslində o düzgün yanaşma deyil, o düzgün fikir deyil. Funksiyası dəyişir. Yəni müəllim sadəcə məlumatı ötürən şəxsdən mentor rolunu daha çox əldə edir. Niyə görə? Çünki tələbələr düzdür, onlar hansısa məlumatı internetdən çox sadəliklə əldə edə bilirlər. Amma o məlumatı düzgün istifadə etmək və müəllimin düzgün istiqamət verməsi, bax, budur artıq müəllimin funksiyası gələcəkdə. Biz də universitet olaraq buna hazırlaşdırırıq öz tələbələrimizi. Bu ixtisaslarda təhsil alan tələbələr yumşaq bacarıqlarını necə inkişaf etdirirlər? Çox gözəl sualdır, çünki bu fənnin spesifikasından asılı olan bir şeydir. Yəni elə fənlər var ki, əlbəttə ki, orada süni intellekti biz çox da istifadə edə bilmirik. Bunlar daha çox yaradıcılıqla bağlı olan fənlərdir. Bizim ibtidai sinif müəllimliyimizdə təsvir incəsənət və musiqinin tədrisi kimi belə bir fənnimiz var. Harda ki, siz süni intellekti heç cürə istifadə edə bilməzsiniz və yaxud da istifadə etsəz də onun çox məhdud olacaq, yəni onun əhəmiyyəti. Dediyim kimi, fəndən asılı olaraq bu dəyişə biləndir. Süni intellekt bütün ixtisaslarda 100% istifadəsi əlbəttə ki, nəzərdə tutulmur. Sadəcə biz onu artıq vasitə kimi istifadə etməyə öyrədirik öz tələbələrimizə. Kimlər müəllim olmalıdır? Müəllim olmağa doğrudan da istəyi olan bir insan olmalıdır. Yəni sadəcə mən ailəmdə belə gəlib, ailəmdə hamı müəllim olub, mən də müəllim olmaq istəyirəm və yaxud da ki, hərdən insanlar düşünürlər
ki, müəllimin iş saatları çox rahatdır, gedib dərsini deyir, sonra qayıdır. Bu düzgün yanaşma deyil əslində. Niyə görə? Çünki əslində müəllimin işi daha da çətindir. Müəllim həm dərs vaxtı işləyir və sonra dərsdən sonra da fikrində də olsa sabahki dərsləri planlayır. Yəni yazı işləri var, hansıları ki, onlar yoxlayırlar. Dediyim kimi müəllimin işi bəlkə də başqa hansısa təşkilatda işləyən məmurların işindən qat-qat ağırdır. Çünki məsuliyyətimiz də çox ağırdır. Məsuliyyəti ancaq dərk edən insanlar, onlar həmin bu peşəni seçməlidirlər. Deyək ki, hansısa fakültənin ixtisaslarında iqtisad üzrə və yaxud da biznes üzrə və yaxud da mühəndislikdə onları da əslində müəllimlər yetişdirirlər. Yəni bizim məsuliyyətimiz 2 qatdır. Mühəndis yetişdirən müəllim hazırlamalıyıq biz. Bu ixtisası seçən insanlar bunu dərk eləməlidirlər. Ondan sonra seçimlərini eləməlidirlər, düzgün seçim. Bu ixtisası Qarabağ Universitetində oxumağın üstünlüyü nədir? Dediyim kimi bizim proqramlarımız fərqlənir. Bizim proqramlarımız tamamilə yenidən dizayn olunub hətta. Elə ixtisaslarımız var ki, deyək ki, təbiət elmlərində aid olan ixtisaslar. Orada da bizim məzunlarımız sadəcə öz ixtisaslarını biologiya müəllimliyi ya da kimya müəllimi. Onlar yalnız onun peşəkar müəllimi kimi yetişmirlər. Onlar hətta STEM fənləri olaraq, STEM metodologiyası əlavə olunur ki, tələbələrimiz sabahları gedib laboratoriyalarda öz şagirdlərinə interdisiplinar layihələrlə birlikdə onları yetişdirsinlər. Yəni dediyim kimi yenə də yaradıcı yanaşmadır. Burada tamamilə fərqli bir üsullarla, metodlarla, metodologiya ilə biz tələbələrimizi hazırlayırıq. Mən adını çəkdiklərim bu fizika müəllimliyi idi, kimya müəllimliyi idi, biologiya müəllimliyi idi. Bunlardan əlavə olaraq bizə digər ixtisaslarımız var ki, ingilis dili müəllimliyi deyək ki, ya da ki, Azərbaycan dili. Onlarda biz cimmi tədris etməsək də, biz onlara elə fən proqrama daxil etmişik ki, orada da yenə də dizayn təfəkkürüdür. Yəni tələbələr problemləri həll edərək onlar öz fənlərini gələcəkdə tədris edəcəklər. Müəllim olmağın mənfi cəhətləri nələrdir? Mənfi cəhət bəlkə də ola bilər ki, yüklənməkdir. Yəni o da baxır ki, yəqin ki, müəllimin öz yanaşmasından asılı olaraqdır. Elə müəllim var ki, daha çox fokuslanır ki, ixtisasını öyrətsin və nəticə yönümlü olur. Amma elə müəllim var ki, daha çox çalışır ki, şagirdləri yaradıcı olsunlar. Yəni gələcəkdə onlar düşünməyi bacarsınlar. Bax, bu 2 tip müəllim arasında yəqin ki, mən problem görə bilərəm ki, o müəllimdə hansı ki, daha çox nəticə yönümlü olur ki, tələbələrimin, şagirdlərimin nəticələri top olsun. Yəni ən yüksək nəticə toplasınlar. Bax, bu tipli müəllimlərdə mən deyə bilərdim ki, o biraz problem ola bilər. Amma yaradıcı olan müəllimlərdə mən inanıram ki və əminəm ki, hətta onların işə yanaşmaları onların peşəsini daha da maraqlı edir. Mənim oxuduğum vaxtların müəllimliyinə daha çox bənzəyir ki, harda ki sizin planınız var idi və deyək ki, semestr ərzində siz 30 dərs deyirsiniz və eyni mövzunu, eyni üsulda gedirsən və tədris edirsən. Amma burada Qarabağ Universitetində fərqlidir. Niyə görə? Çünki bizim yanaşmamız tamamilə fərqlənir. Bizdə mühazirə və seminar anlayışı yoxdur artıq. Biz məşğələlər keçirik. Bu da nə deməkdir? Biz tələbələrimizə ilk öncə əvvəlcədən veririk ki, hansısa mövzuya onlar özləri evdə hazırlaşırlar, oxuyurlar individual olaraq özləri və sonra dərsə gəlirlər. Dərsdə isə bu həmin mövzu diskussiya şəklində aparılır. Yəni müəllimlə tələbələr arasında sual-cavab şəklində aparılır. Və o siz dediyiniz o yorucu, eyni formatda dərs bu artıq yaşanmır. Niyə görə? Çünki fərqli tələbələr fərqli suallarla, fərqli prizmadan həmin o mövzuya yanaşmaları olur. Və ondan sonra da müəllimlər həmin o mövzu ətrafında tələbələrə qrup şəklində işlər verirlər və qrup şəklində işləyərək sonra o həmin o fərqli qruplar bir-birinin qarşısında o həmin təqdimat edərək o problemin həllini təqdim edirlər. Və tələbələrin o birisi qruplar isə problemlərin təqdimatını qiymətləndirirlər. Müəllim isə arxa planda qalır və müəllim bu prosesi həm tələbələrin hansılar ki, təqdimat edirlər, onu qiymətləndirir. Həm də qiymətləndirən tələbələri qiymətləndirir. Başa düşürsünüz? Yəni bu elə formatdır ki, heç kimi yora bilməz. Nə yormaq, nə də maraqdan sala bilməz. Başa düşürsünüz? Ona görə bizim formatımız problem həlli
format, yanaşmalar, o tamamilə və diskussiyalar aparılır. Ona görə bu bizi fərqləndirir və nə müəllim yorulur, nə tələbə. Bu ixtisasda ən çox çətinlik çəkən tələbələr kimlər olur? Ən çox əziyyət çəkən tələbələrimiz bilirsiniz hansılar olur? O tələbələr ki, hansılar ki deyirlər ki, mən qrupda işləmək istəmirəm, mən individual istəyirəm, mən tək işləmək istəyirəm və onda biz deyirik, okey, sən elə işləmək istəyirsənsə, o sənin öz seçimindir, işləyə bilərsən. Amma sonunda onlar yorulurlar. Sonunda gəlirlər ki, mən axı tək işlədim, mənə çox əziyyət düşdü, ən çox boynuma düşən mənim oldu bütün işlər və bütün funksiyalar, qrup işinin funksiyaları bir nəfərin üzərinə düşəndə, bax orada tələbələr artıq yorulurlar və şikayət edirlər. Və bu da nəyə gətirib çıxarır? Sonunda tələbələr özləri seçirlər ki, qrup şəklində işləsinlər. Bu da nə üçün lazımdır əslində? Gələcəkdə biz cəmiyyət üçün mütəxəssislər hazırlayırıq. Məktəb müəllimi sabah gedib cəmiyyətdə işləyəcək, öz kolleqalarıyla birgə işləyəcək. Bu da onu həmin bizim universitet mühitimiz ona da hazırlaşdırır. Bəzi ixtisasların keçid ballarının nisbətən aşağı olması tədris prosesində hər hansı çətinlik yaradırmı? Minimal bal 284, amma orada baxsaz elə də çox tələbə yoxdur. O həmin 200-dən 300-ə olan ballar 1 ya 2 nəfərdir. Bizim əslində tələbələrimizin nəticələri 500 olan tələbələrimiz var, 400 civarında olan tələbələrimiz var. Yəni bu sadəcə bir və yaxud 2 tələbənin nəticəsidir. Və mən sizi inandırım ki, bu ibtidai sinif müəllimliyi, düzdür, bəzən insanlar fikirləşirlər ki, mən az bal topladım, ibtidai sinifi seçəcəm, o hamısından asan bir ixtisasdır, amma əksinə, mən deyərdim ki, məsuliyyətli bir, çünki o təməli qoyan bir ixtisasdır, uşaqları yetişdirən ixtisasdır. Və ona görə də biz bütün ixtisaslarımıza çalışırıq ki, biz istəyərdik, arzu olunandır ki, tələbələrimizin balı biraz yüksək olsun və ona görə təbliğat proqramlarımızı onun üzərində qururuq. Çünki oxumaq da asan deyil burada. Son olaraq, bizə və abituriyentlərə nə demək istərdiniz? Mən bütün tələbələrə, bütün abituriyentlərə arzu edərdim ki, onlar seçimini ballara görə etməsinlər. Onlar əslində düzgün seçim edərkən onlar fikirləşsinlər ki, mən 5 ildən sonra, 10 ildən sonra hansı peşədə çalışmaq istəyərdim. Nə ilə məşğul olmaq istəyərdim? Düzdür, indi zamanə elə gəlib ki, biz peşəmizi də dəyişə bilirik. Yəni universiteti bitirəndən sonra magistraturanı da gedib başqa bir istiqamətdə seçə bilərik. Amma yenə də yəqin ki, ballara əsasən seçim etməyi mən heç tərəfində deyiləm. Mən düşünürəm ki, tələbələr, abituriyentlər düşünməlidirlər ki, onlara yaxın olan, onlara maraqlı olan ixtisasları seçsinlər. Və o problem deyil ki, deyək ki, bu il alınmadı, hansısa ixtisası seçmişdim, o balım çatmadı, götürüm başqa bir ixtisası seçim ki, universitetdən kənar qalmayım, mən də daxil olum, mən də oxuyum. Yox, elə şeyi düşünməməlidirlər məncə tələbələr. Tələbələr seçim etməkdən öncə araşdırmalıdırlar. Bax, bu ixtisası bitirdikdən sonra mən nə ilə məşğul olacağam? Bax, budur ən vacibi. Bunu tövsiyə edərdim mən bütün abituriyentlərə. Sizə mən təşəkkürümü bildirmək istəyirəm. Gəlmisiniz, bizə diqqət yetirirsiniz universitetimizə, fakültələrimizə. Siz əslində bizə böyük bir dəstək olursunuz burada ki, bizim universitet haqqında məlumatı hamıya çatdırırsınız. Böyük bir işdir. Çünki təbliğat proqramlarında siz bilirsiniz, bütün rayonları gəzmək, bütün məktəbləri, bütün abituriyentlərə çatmaq çətin məsələdir. Yəni çünki biz həm universitetin işini aparırıq, həm çalışırıq ki, abituriyentləri məlumatlandıraq, amma sizin səsiniz daha çox yəqin ki, insana çatar.